əsasən də kişilərdə cinsi funksiyanın aşağı enməsinə gətirib çıxarır. Öz sağlamlığını, eyni zamanda cinsi funksiyalarını son vaxt mənə müraciət edən pasientlər maraqlanırlar ki, 40-45 yaşdan sonra cinsi həyat niyə dəyişir, cinsi maraq niyə sönür, nəyə görə əvvəlki kimi onlar öz cinsi funksiyalarını yerinə yetirə bilmirlər. Bu sual doğrudan da bizim kişiləri narahat edir və onlar bilmək istəyirlər ki, zamanla nə dəyişir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, insan orqanizmi zamanla müəyyən bir dəyişikliklərə uğrayır. Bu fizioloji dəyişikliklərdir, hansı ki, bunu normal qarşılamaq lazımdır. Amma hər bir şəxs öz həyatına qarşı, öz sağlamlığına qarşı diqqətli olsa, öz sağlamlığını, eyni zamanda cinsi funksiyalarını ömürlərinin sonuna kimi davam etdirə bilər. O halda ki, cavanlıqdan onlar öz orqanizmlərinə qarşı diqqətli olsunlar, hər hansı bir xəstəliyi qarşısını vaxtında alsınlar, xroniki xəstəliklərinin davam etməsinə yol verməsinlər. Amma çox təəssüf ki, bəzən 20-25 yaşında cinsi infeksiyaya məruz qalan, xəstələnən bizim gənclər, cavanlar bunu müalicə eləmirlər, bu sonradan xroniki formaya keçir və yaxud da ki, hər hansı bir daxili orqanların xəstəliklərini normal müalicə eləmirlər, yarımçıq müalicə edirlər və bu da xroniki proses sonradan daxili orqanlarla bərabər cinsi orqanların da fəaliyyətinə mənfi təsir göstərir və bir müddətdən sonra onlarda cinsi zəiflik, potensialın aşağı düşməsi və cinsi marağın sönməsi kimi halları da biz rast gəlirik. Araşdırdıqda bunun kökündə vaxtilə keçirilən hər hansı bir cinsi infeksiyanın və yaxud da ki, hər hansı bir somatik xəstəliyin durduğunun biz şahidi oluruq. Amma heç də bu hamıda belə deyildir. Bəzən biz 60-70 yaşında insanlara rast gəlirik ki, bunlarda həm daxili orqanların vəziyyəti, həm də sidik cinsiyyət sistemi orqanlarının vəziyyəti normadadır. Onlar öz gündəlik həyatlarını, işlərini davam edirlər. Onların cinsi fəaliyyəti də normadadır. Araşdırdıqda məlum olur ki, onlar artıq 30-35 yaşından özlərinə qarşı diqqət yetirmişlər və onlar ildə bir dəfə check-up müayinəsi və eyni zamanda hormonların müayinəsini də vaxtında aparmışlar ki, lazım olan profilaktik tədbirləri həyata keçirdiklərinə görə onlar 60-70 yaşlarında öz cinsi funksiyalarını normada saxlaya bilmişlər. Nəzərə almaq lazımdır ki, 40-45 yaşından sonra prostatın ölçülərində dəyişikliklər gedir, bu fizioloji dəyişikliklərdir. Bu zaman orqanizmdə hormonal disbalans yaranır və nəticədə testosteronun konsentrasiyasının hər il aşağı düşməsi silik cinsiyyət funksiyasına, əsasən də kişilərdə cinsi funksiyanın aşağı enməsinə gətirib çıxarır. Məhz bu zaman narahat olmaq lazımdır və bayaq dediyim kimi check-up müayinəyə keçib düzgün qiymətləndirmək lazımdır vəziyyəti. Yəni, əgər hər hansı bir xəstəlik, bir infeksiya varsa, onu müalicə etmək lazımdır. Və yaxud da ki, prostat ölçülərində həddən artıq böyümə varsa və PSA analizində dəyişikliklər varsa, bunun üstünə vaxtında düşmək lazımdır ki, sonra prostat fəzinin digər qorxulu xəstəliklərinə rast gəlməsin. Məhz bu nöqteyi nəzərdən 40-45 yaşında kişilərdə cinsi funksiyanın sönməsi heç də düzgün deyildir. Əgər onlar özlərində cinsi həvəsin, cinsi funksiyanın sönməsini müşahidə edirlərsə, bunun üstünə vaxtında düşməlidirlər. Nəinki illərlə bunu qulaq ardına vermək və yaxud da ki, hər hansı bir dərmana arxalanmaq, gedib aptekdən aptekçinin məsləhəti ilə bir dərmanı alıb içmək heç də düzgün deyildir. Vaxtında istənilən bir xəstəliyi, istənilən bir orqanizmdə baş verən çatmamazlığı müşahidə edib, bunun üstünə düşmək, müayinəsini aparıb, düzgün mütəxəssisə müraciət etmək və müalicə etməklə sonda müsbət nəticə əldə etmək olar. Sonda mən demək istəyirəm ki, bizim 40-45 yaşında olan bəylər vaxtında özlərinə qarşı diqqətli olsunlar ki, sonda, yəni 60-70 yaşında belə onlar öz cinsi funksiyalarını normada saxlayıb həyatdan zövq ala bilsinlər.